Salam xanımlar, yeni vloguma xoş gəlmisiniz. Artıq həftə sonudur. Mən də həftə sonumu sizinlə bölüşmək istəyirəm. Deməli, evləri qəşəngcə sildim, toz saranladım, sonra tozları aldım hər yerin. Ondan sonra duşumu aldım. İndi də istəyirdim ki, çölə çıxım, amma hava hələ də düzəlmədi. Ona görə bu həftəni deyəsən evdə keçirməli olacağam. İlk öncə öz baxım eləmək istəyirəm. Ondan sonra da fikirləşirəm ki, Şakir Paşa və ailəsi ona devam edeyim. Artıq bitirmək üzrəyəm onu da. Çox maraqlı serialdır. Sizə də məsləhət bilirəm. Əgər baxmamışsa, məncə baxın. Evdə qəşəng belə səliqəyə saldım. İndi gedirəm kinoma baxım. Sinçkada götürmüşəm özümə. Havadakı belədir. Yəni heç ürək açan deyil. Aprelə yaraşmayan bir havada həqiqətən. Özümə çay dəmləyirəm. Böyük çaydanı falan qaynatma axıt olmayanda elə balacasını da qaynadıram. Kofe pişirmə aparatını daha doğrusu. Çayımı dəmləyim. Bütün kraska çıxır. Neyse. Biz de bunu bile içiririk de dayanaraq. Biraz da üstünü dolduracağım kaynatıp. 2 dəqiqəyə qaynayar suyum da. Sonra qəşəng desertimlə çay içəcəm. Üstüne əlavədən yeni su töküm. Çünkü tam dolsun. Ay daşdı. Neyse silerim. Daşır. Bu üzücü. Sildim. Çayım da demlenir. Padişah deşesinde biraz sevdiğim peçenyelerden bir de ekle. Bunu çayla içeceğim. Estetik bardağımda. Sonra bunun içine yudum. Çay ləkəsi getmir ki getmir. Neyse. Oje acıyla yumalıyım. Çünki içindeki ləkə çıxsın. Çünki belə qabı yandan çıxmır. O çayın ləkəsi orada olmasa daha yaxşı olardı. Neyse. Getmədi, çıxaramadım. Gerekecekmiş. Derin bir Benim buhran çay geçiyor süfrem. dedi tabip bey. Topkapı yüzük. YouTube Shorts'da həddən artıq çox qarşıma çıxırdı bu kino. Bir nöqtədən sonra artıq mənə də maraqlı gəlməyə başladı və oturub izləməyə başladım. Təəssüf ki 15 bölümdən ibarət idi. Final sezonunu çox tez eləyiblər. Yəni orada bəzi hissələr mənə sual altında qaldı, maraqlı gəldi, görən sonu necə bitdi deyə. Və ən maraqlısı da budur ki, real həyatda olmuş bir şey idi. Və bunu çox gözəl diziyə yansıdıblar, oyuncular olsun. Ondan sonra verdiyi vibe olsun. Yəni çox üzərində əziyyət çəkilən bir kinodur. Əsas da geyimləri çox qəşəng idi həqiqətən.
Belə ortaçağ kinoları idi. Yəni sizə də məsləhət bilirəm, izləyin. Superdi. Növbəti gündən salam qızlar. Bizi ad günə çağırıblar. Biz də tez getdik, hədiyyə aldıq. Hədiyyəni paketləmək üçün belə hədiyyə paketi falan aldıq. O balaca oğlan uşağının ad günüdür. Onun üçün mavi tonlarda paketləmə seçdik, yəni təbii olaraq. Belə Happy Birthday yazılan kağız deyək, o aldıq. Sonra bu endirimə düşmüşdü. Okean qoxuludur. Diqqətimi çəkdi. Mən də aldım. Çünki mən belə fresh iylər xoşduram təmizləmə məhsullarında. Və hədiyyəni bantlamaq üçün, daha doğrusu bağlamaq üçün belə bir skoç aldıq və ən əsası da belə bir geyim aldıq. Pinokyo deyən bir mağazadır. Nərmanovda yerləşir. Bir çox yerdə filiallar var, yəni kiməsə diqqətim falan çəksə. Qəşəngdə geyimlər var idi uşaqlar üçün. Əsasda qız uşaqlar üçün o qədər gözəl geyimlər var idi ki, insan lap həvəslənir tez ana olsun deyə. İnşallah Allah nəsib edər mənə də. Aha, paketləmə bitdi. Belə oldu. Məncə yaxşı oldu. Ətrafımdakilərin əksəriyyəti deyir ki, sən oğlan anası olarsan, amma mən elə fikirləşmirəm. Düşünürəm ki, mən qız anası olasıyam. Çox da istəyirəm ilk qız övladım olsun. Bilmirəm niyə. Ən əsası təbii ki də sağlam, xeyirli övlad olmalıdır. Amma qız uşaqlarının geyimləri, nə bilim, onların ayrıca bir forsu, nazlanmağı mənim çox xoşuma gəlir. Təbii ki də qeyd elədiyim kimi ən əsası xeyirli övlad olmağıdır. Caboya hədiyyəmiz hazır. Səhər mama qutab bişirmişdi. Daha doğrusu birlikdə bişirmişdik. İndi onu yiyəcəm çayla. Dibdə qalan son zoğal mürəbbəm. Üzülüyorum. Mən zoğal mürəbbəsini çaya qataraq içməyi çox sevirəm. Üstünə də biraz nar şərab əlavə edəcəm. Bu zoğallı çay olsun. Ondan sonra nar şərab olsun. Nə yemək yeyirəmsə yeyeyim. Mütləq şəkildə yanında varsa əgər evdə istifadə edirəm. Nar şərabı yeməyimə tökürəm. Zoğallı çayı da elə sok əvəzi içirəm demək olar. Gündən çox videolar çəkə bilmədim. Səbəbi də gələn qonaqlar narahat olar deyə. Plus da ki, bir çoxsunu tanımırdım. Səmimiyyətim yox idi. Ona görə də dedim doğru olmaz. Həm də narahat olarlar. Ona görə video çəkmədim. Boşluq olan kimi yoldaşıma dedim get çölə çıxaq. Buranı çəkdim sizə də göstərmək üçün. Belə bir bağ evidir. Sauna otağı var, isti otağı var. Ondan sonra belə əsas bu yerə bayıldım var idi. Yəni qısacası çox qəşəngdir. Güneşlik yeri, güneşlənmək üçün yer daha doğrusu. Amma ev superdi yəni. Da belə həyətdə belə. Çıxdıq ət almağa, mamanı gözləyirəm. Ət alacaq, gələcək. Sonra da gedəsik kiçik alış-veriş eləməyə. Belə yerləncələr falan tərəvəz falan evə alınmalıdır. Onları alasıyıq. İndi gəlmişik tərəvəz alış-veriş eləməyə Montin tərəfə. Ümumiyyətlə, nəsə alış-veriş eləyəndə boş vaxtda varsa, əsasda həftə sonu mama ilə belə gəzə-gəzə edirik alış-verişimizi. İndi gəldik Montinə. Burada kiçik-kiçik belə meyvə tərəvəz satılan mağazalar var.
İndi birisində saxlayıb alırıq məhsulları. Burada da belə köhnə bir ambar evlər var. Qəşəng evlər də var, kiçik köhnə evlər də var. Vaxt gələcək, buralarda plana düşüb, olacaq kocaman binalar. Zəfəran Hospital var burada da. Belə. Neyse. Mountain'də böyük hospitaldır. Bayağı